Türkiye'nin İstanbul mezunasından sonra Kıbrıs içinde Azerbaycan'a 300 var. O bura. 500 evler. Böyle. Bu dəqiqədə Fakt görmək istəsəz göstərə də bilərik. 100 nəfərin 50'si Azərbaycanlıdır. İstanbulda Naxçıvanlıların sıx yaşadığı daha bir bölgə 500 evlər səmtidir. Buradakı sakinlərin 50%-i sıx Naxçıvanlılardan gələn Azərbaycanlılardır. Onlar burada ayda bir dəfə yığıncaq keçirir, problemlərini müzakirə edirlər. Bu Qazi Osman Paşa rayonunun 500 evlər səmti yəni. Olaraq keçən bu bölgədə heç yoxsa burada 2000 ailədən artıqdır. Gün olmaz ki, misalən, Türkiyə Respublikasının Iğdır şəhərindən biz Naxçıvan həmsərhədik, bilənlər bilir bunu. Iğdırdan bəlkə də 7 avtobus gəlir, hər avtobus 56 nəfərdən ibarət olmaqla avtobusun hamısı gələn Naxçıvanlılardır. Və bunu da ispat eləmək üçün bir gün qaraja geçsiniz, özünüz görərsiniz. Köç, açıq desən köçdür. Naxçıvanlı köçkünlərin bu karvana qoşulma səbəbləri var. 10 ildir İstanbuldayım. Gəlmə səbəbimdən Naxçıvanda gedən proseslərdə hər marzinlik, saxtakarlıq, işsizlik, bu tip şeylərdən ailəmi orada dolandırmadım, bura gətirdik. Naxçıvan bölgəsində yaşaya bilmədim, uşaqlarımı dolandıra bilmədim. Artıq baxdım ki, 3 övladım var, uşaqları dolandıra bilmirəm. İşsizlik baş alıb gedir. Onun çörəyini ancaq çıxarırsan. Onlar Naxçıvandakı şəraitdən baş götürüb, ağır yaşayış şərtləri olan İstanbula gəliblər. Amma tərəziyə qoyanda şərait ağır şərtlərdən də ağır gəlir. Kimdən soruşsan ki, Naxçıvanda vəziyyət necədir? Bəs niyə gəlirsiniz? Bu qədər Naxçıvanda deyilənlərə görə iş yeri açılır. Deyir ki, orada nə qədər işsizlik olsa, işdə olsa da buranın ən ağır işi oranın ən xas işindən yaxşıdır. İcra orqanları ilə, iç şeyləri ilə, bakanlıqlarına, xalqa belə zülm eləmək fikirlənir. Gedirsən ora, polisdən əstağfurullah, sanki Allahın qulbaylarıdır. Səsi çıxardamamazsan. Vasifə soruşurlar, deyiblər ki, xalq gömrükdən keçir. Bu qədər xalq gedir, gömrük, göç gedir. Kətlər boşalır. Bunun bir ağacı, bir çıxışı. Deyib, buraxın geçsin. Polisimiz var, bizi qoruyacaq. Əskər də ki, sərhədlərimizi qoruyur. Bizə heç kim lazım deyil. İndi ona görə də bizimki qalıb Allaha. Ümidini Allaha bağlayan köçkünlər öz yurtlarının get-gedə boşalmasından narahatdırlar. Burada Naxçıvanın 310 min əhalisi bəlkə rəsmi rəqəmlə Naxçıvanda yaşayırsa 420 mindir. 400'ün ən az onun 300 mini buradadır. İstanbulun 39 rayonunun ağırlıqlı olan 39 rayonunun ən az 30'unda yaşayırlar. Gəlsinlər, görsünlər. Yəni qalanı qaçıb gedir Rusiyaya çəkilib gedir, yarısı Bakıdadır. Yəni kənd boşalıbdır. Kənddə bir çayçı yoxdur ki, oturasan çayçıdır. Yəni ağsaqqalların yığışacaq bir çayçı idi ki, oturub orada dərdləşirlər, onu da yığışdırıblar. Naxçıvanlı köçkünlərin buradakı vəziyyəti isə Tamamən bərbad bir vəziyyətdə. Bu dəqiqə dünyada gedən, bəlkə açıq desək bunu, tam açıq desək, Somalidəki o qara dərili insanlar bəlkə bizdən, bəlkə də onlara dünya diqqətindədir, nəinki biz onlardan daha ağır vəziyyətdə. Qadınlarımız çox artıq pul alsın deyə hamısı varyonkalarda işləyir. Özünüz də bilirsiniz ki, varyonka şalvar dediğimiz onlar kimyasal maddələrdir. Çünki yaşadığımız yerlərdə kira ucuz olsun deyə hamısı zirzəmilərdə yaşayır. Tam zirzəmilərdə, yarım zirzəmilərdə, yataqlar daha, belə desək, maçarka vəziyyətindədir, süngər dediyimiz. Əksəriyyəti ailəli olan Naxçıvanlılar övladlarını kiçik yaşlarından iş dalınca göndərməli olur. Uşaqlarım məktəbə gedə bilmir. 3 yaşından burada, mən deyirəm ki, böyük oğlum 3-cü sinifdə oxuyandan gəlib burada işləyir. Bugün böyük oğlum əskərdədir, birisi də bir aya kimi gedəcək əskəriyə. 6 yaşından buradayım. Neçə yaşından işləyirsən? 7 yaşından başlamışam. İşləməyə. Bəs məktəbə niyə getmirsən? Gəlmişik Türkiyəyə işləyirik, imkan yoxdur. Nə iş görsən buradan? Tekstildə işləyir. Çoxdan işləyirsən? Neçədir? 21 yaşından Tekstildə işləyirsən. Onları ən çox düşündürənsə övladlarının təhsil problemidir. Axı təhsil millətin gələcəyidir. Gələcək nəslimiz nə olacaq, nə tər olacaq, bu millətin gələcək halı nə olacaq bilmirik. Bizim bu gələcək nəsillərə yazımız gəldi. Artıq bizim vaxtımız keçib, bu uşaqlar nə edəcək bilmirik.